Salam, YouTube kanalıma hoş gelmişsiniz. Bugün birlikte müsahibeye hazırlaşırıq. Bugün saç, makyaj ve giyimi birlikte seçəcəyik. Həmçinin müsahibə ilə bağlı sizinlə çox zəngin məlumatlar paylaşmağı planlayıram. Qeyd edim ki, bu müsahibədə mən işə götürən tərəf olaraq iştirak edəcəyəm. Əvvəla saçlarıma başlayıram. Qeyd edim ki, bu saç vuran vasitələrdən istifadə edəndə saçlarım hər hansısa istiliyə məruz qalmır və ən sağlam formada vururam. Bu saç vuran vasitələrin hamısını birlikdə, yəni set halında Temudan sifariş vermişəm. Əgər istəsəz linkini sizinlə paylaşaram, siz də satın ala bilərsiniz. Onu qeyd edim ki, belə vuranda saçları ya bir gün əvvəldən vurmağa başlamaq lazımdır, yəni bir gün qalmalıdır, ya da ən azı 3-4 saat əvvəldən, çünki elədə daha yaxşı nəticə alınır. Təəssüf ki, mənim o qədər zamanım olmadı, yəni bir gün əvvəldən və ya 3-4 saat əvvəldən saçlarımı vurmağa başlaya bilmədim, 1 saat əvvəldən başladım. Saat 15:00 idi, mən saçlarıma başlamışdım. 16:00-da isə müsahibə başlamalıydı. Yəni bu 1 saat ərzində həm saçımı, həm makyajımı, həm də geyimimi hazırlamalı. Bununla yanaşı namizədlərin məlumatlarını bir daha gözdən keçirməliydim. Yeri gəlmişkən artıq makyaja başladım. Üzümə nəmləndirmə ilə başlayıram və Desil markasının bu nəmləndirici kremindən istifadə edirəm. Bu kremi çox bəyənirəm və artıq bitmək üzrədir, yenidən sifariş etməyi düşünürəm. Əksər vaxt namizədlər düşünür ki, hər hansısa sual verəndə İşə götürən birbaşa olaraq onun cavabına fokuslanır. Amma belə deyil. Biz bəzən situativ suallar veririk və belə olan halda namizədin cavabından çox onun üslubuna, davranış tərzinə fikir veririk. Məsələn, hər hansısa situativ bir hal baş verərsə, namizəd necə davranar? Həmin problemi necə həll edər? Çünki siz özünüz də görmüsünüz ki, əksər CV-lərdə namizədlər yazır ki, zamanı idarə edə bilmək bacarığı və yaxud da problemləri idarə edə bilmək bacarığı. Bunu əvvəla deyim, elə-belə yazmaq çox rahatdır, amma tətbiq etmək olduqca zəngindir. Və namizədə sual veririk ki, CV-nizdə yazmısınız ki, problemi həll etmək bacarığı. Belə bir situasiya baş verərsə, bu problemi necə həll edərsiniz? Belə olan halda biz namizədin cavabına daha çox inanırıq. Eyni zamanda müsahibədə verilən ilk sual belə olur ki, özünüzü təqdim edə bilərsinizmi? Yəni özünüzü təqdim edin. Belə də namizədin özünü ən yaxşı formada təqdim edə bilməsi üçün şərait yaradılır. Bəzən namizədlər olur ki, belə sual verəndə sadəcə ad soyadını deməklə kifayətlənirlər. Əlbəttə bu işə götürəndə heç də yaxşı bir təəssürat yaratmır. Amma namizəd özü haqqında müəyyən məlumatlar verəndə bu ən yaxşı təəssüratı yaradır. Bəzən isə namizədlər sadəcə CV-ni əzbərləyib gəlirlər. CV-də yazılanları ardıcılığı ilə kopyalayıb deyirlər. Biz zaten CV-ni öncədən gördüyümüz üçün, namizədi bu müsahibəyə uyğun hesab etdiyimiz üçün onunla görüşürük və daha fərqli və zəngin işin içindən suallarımıza cavab verməsini gözləyirik. Yeri gəlmişkən, müsahibədə bədən dili bilikləri xüsusi rol oynayır. Bəlkə düşünə bilərsiniz ki, onlayn müsahibələrdə, əyani müsahibələrdə olduğu kimi işə götürənlər namizədlərin bədən dilinə fikir verə bilmir. Amma bu yanlışdır, çünki həm onlayn, həm əyani müsahibələrdə namizədlərin bədən dilinə xüsusi fikir verilir və bu da bir təəssürat, bir fikir formalaşdırır. Ola bilər ki, müsahibədə namizəd həyəcanlıdır, ola bilər ki, gərgindir. Bu son dərəcə normaldır. Lakin həmin namizədin bədən dili bilikləri olarsa, həmin gərginliyi bir növ göstərməyə, qarşı tərəfə ötürməyə bilər. Çünki olur ki, bəzən namizəd çox həyəcanlı, çox gərgindir və işə götürən ona sual verəndə həyəcanlanır, doğru və necəsə düzgün cavab verə bilmir, öz potensialını tam formada göstərə bilmir. Bax, elə həmin anda bədən dili bilikləri xüsusi əhəmiyyət daşıyır. Bəzən isə olur ki, namizədlər həddən çox məlumat verir, bəzən dolayı məlumatlar verirlər. Belə də bu uğurlu hesab olunmur. Çünki işə götürənin fikrini qarışdırmamaq, fikrinin başqa istiqamətə yönəltməmək daha məqsədə uyğundur. Siz çalışın ki, işlə bağlı suallara cavab verəsiniz, işlə bağlı danışasınız. Yəni, həmin müsahibədə bir növ siz özünüzü təqdim edirsiniz, bir növ özünüzü satırsınız. Ən yaxşı formada potensialınızı göstərməyə çalışın. Əgər namizədin müraciət etdiyi sahə daha çox danışmaqla bağlıdırsa, yəni bir növ danışıqdan keçirsə, onun danışıq tərzinə, diksiyasına, Azərbaycan dilindən doğru versiyada istifadə etməsinə də fikir verilir. Məsələn, bizə müraciət edən namizədlər daha çox menecerlər olur, daha çox müəllimlər olur. Belə olan halda biz onların danışığına da fikir veririk. Amma namizəd doğru formada danışa bilmirsə, bu onlar üçün yaxşı təəssürat yaratmır. Çünki menecer valideynlərlə danışır, tələbələrlə danışır və tələbəni kursa yönləndirir. Belə olan halda o yaxşı danışmalı, həmin namizədin inandırma bacarığı belə olmalıdır. Amma deyək ki,
müəllimdir, yaxşı danışa bilmirsə, fikrini tələbəyə yaxşı versiyada ötürə bilmirsə, bu onun üçün heç də yaxşı təəssürat yaratmır və müsahibədə bunların hamısı görünür. Ola bilər ki, namizədin CV-si çox yaxşıdır, çox ətraflı yazılıb, amma gəl ki, namizəd müsahibədə danışaraq özünü ifadə edə bilmirsə, həmin CV heç də bir əhəmiyyət daşımır. İndi istəyirəm ki, əgər hər hansısa vakansiyaya müraciət edəcəksinizsə, öz təcrübələrimi sizinlə paylaşım. Fərq etməz hansı sahə üzrə müraciət edirsiniz. Əgər bu dediklərimə əməl etsəz, siz işə götürəndə çox yaxşı təəssürat formalaşdırmış olacaqsınız. Əvvəla çalışın ki, CV-nizdə məlumatlar doğru olsun. Sadəcə yaxşı görünüm deyə yalan məlumatlar yazmayın. Çalışın ki, məlumatlarınız doğru olsun. Daha sonra, əgər vakansiya elan olunubsa, birinci e-mail ünvanına və əlavə də qeyd olunubsa, WhatsApp nömrəsinə də öz CV-nizi göndərin. CV-nizi şəkil formasında göndərməyin. Çalışın ki, CV-niz Word sənədi formasında olsun və yaxud da motivasiya videosu da göndərə bilərsiniz. Bu tələb olunursa, ümumiyyətlə göndərməlisiniz. Yox, tələb olunmursa, siz göndərsəz, yenə də həmin namizəd üçün, yəni sizin üçün çox yaxşı bir təəssürat formalaşdırmış olur. Çünki bir fərqli müraciət formasıdır, yaxşı təəssürat formalaşdıra bilər. Və onu da dedim ki, artıq CV-nizi şəkil formasında göndərməyin. Bu bir növ professional görünmür. CV-nizi göndərərkən sadəcə mən filan kəs CV-mi göndərdim yazmayın. Yazın ki, mən filan kəsli filan kəs, filan vakansiya üzrə müraciət edirəm. Əgər CV-mi dəyərləndirib mənə geri dönüş etsəz şad olaram. Yəni biraz ətraflı yazsanız, bu namizəd üçün, yəni sizin üçün yaxşı bir təəssürat formalaşdıracaq. Və yaxud da yazın ki, bir başlıq olaraq mən filan kəsli filan kəs sizin şirkətə töhfə verə biləcəyimi düşünürəm və xahiş edirəm ki, mənim CV-mi gözdən keçirib mənə bu haqda geri dönüş edəsiz. Bəzən olur ki, şirkətlər namizədin CV-si uğurlu olmayanda ona geri dönüş etmirlər və yaxud da bəzən olur ki, müsbət mənfi hər bir halda geri dönüş edilir. Geri dönüşün edilməsi çox yaxşıdır. Belə olan halda siz özünüzü inkişaf etdirə bilərsiniz. Məsələn, deyək ki, X adlı şirkət sizə geri dönüş edib, amma bu müsbət geri dönüş deyil. Yəni sizi müsahibəyə çağırmırlar. Yazıblar ki, filan kəsli filan kəs, məsələn, sizi hal-hazırda bu müsahibəyə uyğun görmədi. İndi bunu ətraflı yazırlar. Belə olan halda həmin cavaba, həmin mesaja cavab verin. Həmin mesaja görüldüyü qoymayın. Həmin mesaja professional formada cavab versəz, bu sizin üçün yaxşı təəssüratdır. Ola bilər ki, sizin hal-hazırda məlumatlarınız həmin vakansiyaya uyğun deyil, amma ola bilər ki, sizin CV-nizi onlar ehtiyat bazada saxlamaq istəyirlər. Yəni, sadəcə iş bitdi deyə danışmayın, iş bitdi deyə düşünməyin. Sadəcə professional davranmağa çalışın. Ən vacibi isə müsahibədə gülər üz olun. Gülər üzlü olmaq sizin ən güclü aksesuarınız olacaq. Müsahibədə namizədlər daha səliqəli geyib gələndə çox sevinirəm. Onların diqqətli yanaşmasına və s. Özünüz gördünüz ki, hazırlaşanda nə qədər zaman ayırıram. İstəyirəm ki, qarşı tərəfdən də elə diqqəti görüm. Və eyni zamanda gözlədilməyi heç sevmirəm. Nə işsə həmişə gözlədilən mən olurum. Kipriklərim bilinir. Bilinir. Dodaq boyasını biraz sildim. Çox abartılı olmasın deyə. Deməli qızlar, saçım, makiyajım və geyimim. Bunların hamısını tamamladım. Artıq namizədlərin məlumatlarını son dəfə gözdən keçirirəm. Burada isə artıq namizədlərin biri ilə onlayn görüş təşkil edirəm. Lakin həmin detalları, yəni namizədin səsini, görüntüsünü təbii olaraq bilirsiniz ki, paylaşa bilmirəm. Burada namizədlə danışıram, onu tanımağa çalışıram və çalışıram ki, maksimum rahat davranım ki, namizəd özünü rahat hiss etsin. İşə götürən bunu etməlidir ki, namizəd gərgin olmasın, həyəcanlı olmasın. Çünki bizə bir namizədin həyəcanlanmağı və yaxud da özünü fərqli hiss etməyə lazım deyil. Bizə lazımdır ki, həmin namizəd ən səmimi və ən yaxşı versiyada özünü təqdim etsin. Biz də görək ki, onun məlumatları bizim bu vakansiyamıza uyğundur, yoxsa uyğun deyil. Yeri gəlmişkən onu da deyim ki, müsahibədə sizin geyiminiz, hətta geyiminizin rəngi xüsusi əhəmiyyət daşıyır. Siz bununla qarşı tərəfə müəyyən mesajları ötürə bilərsiniz. Məsələn, mən bugün daha çox açıq rənglərdə olan geyim seçməyə üstünlük verdim. Qızlar, istədim ki, aksesuar taxmayım. Çünki daha sadə görünüm. Zaten makyaj var. Saçlarım da gözəldir. Düşündüm ki, aksesuar istifadə etməsəm daha yaxşı olar. Ümumi görüntüm bu formadadır. Hazırda daha gözləyirəm ki, bir namizəd lentə daxil olacaq. Belə. Saçlarım
O deyir, saçım şəkil, önümdən çəkil. Müsahibədə işə götürən davamlı olaraq sizə suallar verirsə, heç narahat olmayın və hətta belə düşünün ki, siz də işə götürənə müəyyən suallar verə bilərsiniz. Hətta bilirsiniz ki, hər müsahibənin sonunda mütləq işə götürən deyir ki və hətta deməlidir ki, sizin sualınız varmı? Belə olan halda, xeyr, sualım yoxdur deməyin. Mütləq bir sual verin. Bəlkə də bu sizin son və ən vacib təəssürat yaratmağınız üçün bir şansdır, bir fürsətdir. Məsələn, deyə bilərsiniz ki, əgər məni bu vakansiya üçün uğurlu hesab etsəz, biz əməkdaşlığa başlasaq, mənim bir il ərzində uğurlu olmağım üçün hansı bacarıqlara sahib olmağımı və yaxud da konkret olaraq nələri etməyimi məndən gözləyirsiniz. Bu olduqca təsirli bir cavabdır, təsirli bir sualdır. Çünki belə olan halda siz həmin işə götürəndə bir təəssürat formalaşdırırsınız. O artıq pozitiv düşünür, haqqınızda negativ düşünmür. O artıq düşünür ki, sizinlə əməkdaşlıq edir və eyni zamanda sizin intizamlı, cavabdeh bir insan olduğunuzu düşünür. Belə sual mütləq verin və bu sualın qarşısında işə götürənin cavabları da xüsusi əhəmiyyət daşıyır. Siz biləcəksiniz ki, həmin işə götürən konkret olaraq sizdən nə tələb edir? Yəni bu şirkət sizi necə uğurlu hesab edir? Sizdən gözlədiyi xüsusiyyətlər hansılardır? Bunu bilsəz, həmin şirkətdə daha da yüksələ bilərsiniz, həmin şirkətdə daha da uğurlu ola bilərsiniz. Müsahibədə ən gərgin yer əmək haqqı olan yerdir. İşə götürən sizə deyə bilər ki, bu sahə üzrə, bu vakansiya üzrə sizin əmək haqqı, gəlir gözləntiləriniz nə qədərdir? Siz əgər konkret bir məbləğ desəz, mən düşünürəm bu uğurlu deyil. Məsələn, deyə bilərsiniz ki, mən bu sahə üzrə aylıq olaraq 2000 manat qazansam bu mənə uyğundur. Bir də var ki, siz müəyyən bir aralıq deyirsiniz, konkret bir məbləğ demirsiniz. Məsələn, deyə bilərsiniz ki, mən bu sahəni araşdırmışam, bazarda olan rəqabətdən məlumatlıyam və düşünürəm ki, bu sahədə olan insanlar 1500-2500 arası qazanır. Bu onların bilik bacarığından, bu onların təcrübəsindən asılıdır və düşünürəm ki, bu istiqamət üzrə gəlir qazansam mənə uyğundur. Belə olan halda siz işə götürənə konkret bir məbləğ demirsiniz, bazarın içindən məlumat verirsiniz, əmək bazarının içindən və həmin işə götürən sizə dəqiq cavab deyir. Yəni konkret məbləğ deməkdənsə müəyyən bir aralıq demək daha məqsədə uyğundur. İstəyirəm ki, artıq bu vloqu yekunlaşdırım. Bugün sizə müsahibə ilə bağlı məlumatlar verdim. Eyni zamanda makyajımı, saçımı necə hazırladım, bu haqda da paylaşdım. Ümid edirəm ki, bu vloqu uğurlu hesab edirsiniz. Ümid edirəm ki, bu vloq sizin xoşunuza gələr. Əgər bu tipli kontentlərin YouTube kanalımda daha çox paylaşılmasını istəyirsinizsə, kanalıma abunə olub, bildirişləri aktiv etməyiniz və əlavə olaraq rəy yazmağınız məni çox sevindirər və belə olan halda mən bu tipli videoları kanalımda daha tez-tez paylaşaram.